Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Nizam müəllim. Bu gün sizlərə bir neçə maraqlı sual hazırlamışam. Hansı ki, bu suallar MİQ qəbullarında istifadə olunan sual tiplərinin ya eynisi, ya da bənzəridir. Birinci suala baxaq. Deyir, A bərabərdir arctangens -6, B bərabərdir arctangens kök 3 minus 1, C bərabərdir arckotangens 0 və D bərabərdir arctangens pi böl 6 ədədlərini müqayisə edin. Belə ədədləri müqayisə etmək üçün ən yaxşısı gəlin qrafik üzərindən göstərək bu ədədləri. Bildiyimiz kimi arctangensin qrafikini çəkək. Hansı ki bildiyimiz kimi arctangens artan funksiyadır. İndi gəlin ədədləri qeyd edək. Arctangens -6. Arctangens -6. -6-nı absisok üzərində göstərək. Bu təxminən baxın, bu nöqtəyə düşür. Şimdi bura biz bir A deyək. İkincisinə baxaq. Arctangens kök 3 minus 1. Kök 3 minus 1 hardasa kök 3-dən təqribən deyək də 1,75 çıxsa, bundan da 1 çıxsam 0,75. 0,75-i hardasa buralarda bir yerdə qeyd etsəm, bu düşür bura. Hansı ki buna B deyək. Üçüncü, arckotangens 0. Arckotangens 0'ı harda alır? Pi bölü 2'də. Yəni, bura bilirsiniz də, bunu qeyd eləyək. Bura pi bölü 2'dir. Bu nöqtə isə mənfi pi bölü 2'dir. Hansı ki, arctangensin qiymətlər çoxluğu. Deməli, arckotangens 0 gəlir, düşür bura. Bu nöqtəyə bir C deyək. Bəs pi bölü 6 nə qədərdir? Hardasa 3,14'ü 6'ya böləndə təxminən 0,52. 0,52 də gəlsin düşsün təxminən buralara bir yerə. 0,52. Buna da deyək bir D nöqtəsi. İndi biz sıralamaya baxarsaq əgər, görürük ki, bax, çoxdan aza doğru məsələn düzərsək, C böyükdür B, böyükdür D, böyükdür A. Bu tip sualların ən rahat və dəqiq yolu bu formalı bir sualdır.